Əvvəl onu qeyd edim ki, təbii ki, xoş deyil. Yəni bir ölkənin prezidenti tutaq ki, qaldığı otel olsun, getdiyi bir yer olsun, onun öz ölkəsinin vətəndaşları tərəfindən məsələn boykot edilməsi, orada şüarlar səsləndirilməsi filanlar təbii ki, xoş deyil. Bu Ərdoğana qarşı olanda da xoş olmur. Tutaq ki, Putinə qarşı da olanda, məsələn, öz vətəndaşları eləyəndə təbii ki. Amma bu praktika var. Bütün dünyada var, Ləman xanım. Yəni, məsələn, Putin hara gedir, onun əleyhdarları da var. Erdoğan hara gedir, əleyhdarları da var. Nə bilim, digər Trumpın özünə qarşı, məsələn, başqa ölkələrə gedəndə, Netanyahu gedəndə, Macron gedəndə, məsələn, Davos bilirsiniz də hər il keçilir və orada siyasətdən çox iqtisadiyyat danışır. Onunla belə orada, məsəl üçün, antiqlobalistlər var idi, həmişə yığışırlar, etiraz edirlər. Yəni, təbii ki, xoş deyil. Mən istəyərdim ki, bizim problemlər burada həll olunsun. Azərbaycanın siyasi məsələləri, tutaq ki, Avropada, Amerikada, orada çəkişmələr, söz atmalar, bir-birinə sataşmalarla olmasın. Qarşılıqlı, bu bir tərəf ittiham eləmək deyil. Amma baxın, orada indi deyirlər, media yazır, təxribatçı filan beşməkə. Məsələn, orada əsas megafonla qışqıranlardan biri Tofiq Yaqublu'nun oğludur. Və mən onu 12-13 yaşından tanıyıram. İndi əskərliyin də çəkdiyi səhv eləmirəmsə Qarabağda da qazi oldu. Sonra da indi Amerika sığınacaq aldı. İndi baxın, özüm qoyuram onun yerinə. Atamın 70-ə yaxın yaşı var. Üçüncü də həbs olunub və illərdir həbsxanalarda qalır. Yəni, mən onu azadlıq istəməyim, təxribat mı olur? İzah elə bildiniz? O qarşı tərəfdə başa düşmək lazımdır. Hə, Azərbaycan prezidentin mühafizə xidmətini də anlayıram ki, təhlükəsizliyi təmin eləyirlər falan. Amma orada elə tutaq ki, görüntülər verməyə bilərdik də. Eyni hadisələr aşağı-yuxarı Avropada da oldu da. Gördünüz, məsələn, orada da Emin Hüseynov suallar verdi. Məsələn, orada da mühafizəçilər prezident və birinci xanımla onların arasında məsafə yaratdı. Amma görürsünüz, xüsusi qarşı durma, çəkişmə, yumruqlaşma olmadı. Yəni, mənə o yumruqlaşma daha pis təsir elədi. Yəni, bunlar deyir ki, otelə girib neyniyəcəkdir? Otelə girmək də mümkün deyil. Çünki otelin girişinə Amerika təhlükəsizlik polisi filan hamısı qarşısını alır. Həm bu, sən bunların qarşısını kəs. 200 metrdən, 300 metrdən məsafəni tut, təhlükəsizliyini sağla, bu şüarlarını qışqırsınlar. Hə, əgər etik nəsə pozulubsa, etik qaydalar təbii ki, söyüş olmaz, təhqir olmaz. Orada bəzilər onlara da demək lazım ki, olmaz, ayıbdır. Bu, heç qoyduq prezidenti bir qırağa. Ölkə vətəndaşına qarşı ona cəmaat baxır edir. Zaten oradan bir ikisi də deyirdi, söyüş söyməyin, təhqir eləməyin. Yəni, çünki siz ora siyasi şüarla gəlmişsiniz ki, azadlıq qərəzli və ya qərəzsiz, izah edə bildim, haqlı və ya haqsız. Sən nəsə siyasi tələb irəli sürürsənsə, bunu siyasi etik çərçivələr normasında eləməlisən. Amma eyni zamanda da o da xoş olmadı ki, məsəl üçün, mühafizənin iri-iri idmançıları oradakı tutdular, birinin gözünü, başını qanatdılar, yumruqladılar, təpiklədilər, hücum elədilər. Yəni, mənə ümumiyyətlə görüntülərin heç biri xoş deyildi. Və ona görə mən nə deyirəm? Bax, bu məsələlər Ləman xanım, burada həll olunmalıdır. O, həbs olunanların evlatları burada efirlərə çıxıb danışa bilməlidirlər. Burada hansısa nazirliklərin qarşısında etiraz etməyə bacarmalıdırlar, hüquqları olmalıdır ki, oralara gedib çıxmasın. İzah edə bildim necə? İndi siz necə deyə bilərsiniz? Ya kimsə deyə bilər, Ləman xanım, yox, mənim qohumum tutulsa mənə etiraz eləmərəm. Mən özüm həbsdə olmuşam və haqsız yerə həbsdə olmuşam. Və mənim qohumlarım, yaxınlarım, əzizlərim piket deyiliblər, miting deyiliblər burada. Amma məsələn, onlar mənim azadlığa çıxmağım üçün hər şey eləməyə hazır idilər. Necə ki, biz qohum. Yəni, bu baxımdan, baxın, mən nəyə çağırış edirəm? Burada məsələləri dərinləşdirib düşmənçilik yaratmaqdansa çıxış yolları axtarmaq lazımdır. Yəni, belə deyək də, diyaloq mühitində bu məsələləri həll eləmək lazımdır. Baxın, biz deyir, 300-ə yaxın, 400-ə yaxın siyasi məhbus var, hakimiyyət deyir, yoxdur, bu tərəf deyir, var, düzdür, belə bir çəkişmə gedir. Qardaş, varsa, əff eləyir də prezident də, il ərzində, məsələn, bir görürsən, minlərlə əff eləyir, bir görürsən, amnistiya aktı qəbul olunur, 20 minə yaxın insana şamil olunur. Bu 300-400 nəfər də salın onun içinə. Düzdür ya, yox, salın o əff olunanların, amnistiya olunanların içinə. Məsəl üçün, xanım jurnalistlər var da, son zamanlar bu xanımlara qarşı təzyiqlərdən, filənlərdən çox danışılır. Bu xanım jurnalistlər var. Bunların günahı nədir? Tutaq ki, cinayətləri nədir? Cinayətləri ölkəyə pul gətirmək. Hə, gətiriblər. Qanunu pozublar, tutaq pozublar. Bu nə qədər gətirib ki? 50 min avro.
50 min avro nədir ki, bir məmurun avtomobilinin qiyməti qədər deyil. Düzdür, bu da məmurların evlatlarının bank hesabları çıxır Avropada, Amerikada filəndə. Yəni, biz əgər içəridə bu qədər sıxacaqsa, bu qədər əşi biz düz eləyirik, yaxşı eləyirik deyəcəksənsə, təbii ki, bunun fəsadları da o formada olacaq. İzah elə bildim necə? Yəni, burada niyə baxın, Ləman xanım və digər jurnalistlər, məsələn, Avropada o blogerlərin verdiyi sualları niyə verə bilməməlidir ki, onlar o sualı versin? Məsəl üçün deyirəm. Və yaxud burada niyə, məsəl üçün, Meydan TV, baxın, bunların da mən bir çoxunun, mən yenə təkrar edirəm, Abzaslı, Meydandır, nə bilim, Toplum TV-dir filan, bunların fəaliyyət göstərən zamanla bunları tənqid eləmişəm ki, bunlar Azərbaycan maraqlarına xidmət eləmirlər, pul aldıqları yerə xidmət elə filan. Bunu o vaxtda demişəm. Yəni, o demək deyil, mən bunların siyasi kursunu, xəbər, informasiya siyasətini dəstəkləyirəm. Yox. Amma bu demək deyil ki, cavan qızlar da 20 min, 30 min avroya görə tut həbsxanaya, cinayətkarlarla, qatillərlə, düzdür? Yəni, necə ola bilər? Baxın, Xaçaturyan'a 20 il verirlər, Azər Qasımlıya 12 il, 13 il verirlər. Olmaz axı, yəni bu Azər Qasımlı neyinir ki? Dələduzluq qoyublar, kiməsə borcludur. Borc, algı vergiyə görə, alış-verişə görə, kiməsə borcu var, kiməsə alacağı var, 12-13 il verməzlər axı. Və yaxud da digər o jurnalistlərə, Ramin Dekosuna, Şəmşəd ağasına, indi hamısını tanıyırıq da, belə bir çıxmasın. Var dövlət içində də yaşayanlar deyirlər böyük əksəriyyəti. Ya Akif Qurbanov olsun, siyasi oponentdir, siyasi oponentdir qardaş, 125 deputatım var, bu qədər 700 minlik partiyam var, çıxart debata qoyular cavabını versin. Sən niyə onları həbs eləməlisən? Əməllərində cinayət tərkibi var, bunlar heç kimdən fərqlənmirlər, razıyam. Amma gəlin gör Azərbaycanda məhkəmə sistemi bu qədər mi ədalətlidir? Yəni, bu belə ağa qaraya qara deyil. Elədirmi? Elə deyil axı. Yəni, biz baxın, Xaçaturyan və 2 ermənini azad elədik də. Xaçaturyan xatırlısınız, deyirdi, mən burada Xocalıların qarşısını kəsdim, güllədim, filan elədim. Yaxşı, bunu əfv eləyəcək, sülh naminə, barışıq naminə əfv eləyə biləcək bir siyasi kursumuz varsa, niyə öz vətəndaşlarımızı da əfv eləmirik? Zaten oturdular, bir ildən artıq deyilən həbsxana həyatı elədi ki, bir ay sən artıq bütün cəzanı çəkmiş olursan, bir ay qapalı yerdə qalmaq, qovm-əqrəbadan ayrılmaq, həyatdan qoparılmaq tam fərqli bir şey. Yəni, mənim təklifim nədir? Təklifim odur ki, ölkə daxilində həmrəyliyi bərpa eləmək lazımdır. Ölkə daxilində münasibətləri yumuşatmaq lazımdır. O antagonist, qarşı durmanı biraz səngitmək lazımdır. Bu da ki, yəni, tənqidə eşitməyə hazır olmaq lazımdır. Peyğəmbər, Allahın Peyğəmbərini belə, məsələn, əmləri ölənə qədər qəbul eləməyən əmləri var idi. Düzdür, yəni, biz indi, mən siyasətçiyəm, mən tənqid elədim, gedim, asım, kəsim, qardaş, atalar sözü, elə ki olduğun dəyirmançı, çağır gəlsin, denk olur. Mən siyasətçi olanda bilirdim ki, mən haqlı da tənqid eləyəcəklər, haqsız da tənqid eləyəcəklər, mən dözmürəmsə tənqidə, mən istəmirəmsə kimsə mənə söz desin, onda siyasətlə məşğul olmamalıyam. Və yaxud da ki, mən ağ partiyayıq da, bizim indi deyirik, partiya quruluşumuz var, strukturumuz var. Yaxşı, məni müdafiə edən mənim elektoratım yoxdursa, mənim partiyam yoxdursa, filənim yoxdursa, mən niyə iddialı danışıram? Yəni, sözümün canı nədir Ləman xanım? Baxın, bütün son zamanlar baş verən bu hadisələr, elə bir tərəf, o tərəfi, baxın, bu tərəf deyir ki, məsəl üçün də, iqtidar deyir ki, təxribatdır, filəndir, onlar xaindirlər, filəndir, beşməkəndirlər. O tərəfdə deyir ki, bunlar xaindir, bunlar pop, görürsünüz, tam inkarçılıqdır. Amma bu tərəfində haqlı olduğu nüanslar var, o tərəfində haqlı olduğu. Mən indi dələ qorxutluq eləmək istəmirəm. Mən belə bir çıxmaz, 25-26 siyasətlə məşğulam. Onların da hansı nüanslarda necə olduğunu hamımız bilirik, analiz edə bilirik ki, necə olur Avropada rahat yaşaya bilirsən. Siz burada bir həftə işləməsəz dolana bilərsiniz. Öz ölkənizdə, bacı qardaş belə adama bir aydan o tərəfə kömək edə bilməz. Sən getmirsən, məsələn, xarici ölkədə oturursan da, qazanırsan da, yeyirsən də, içirsən də, geyinirsən, dolanırsan, hələ bilet daha sonra bura gedirsən. Təbii ki, bu pul hardansa gəlir də və pulu niyə? Orada oturub bizə deyirlər ki, bunlar satılıb. Kimə satılıb? Azərbaycan hökumətinə. Azərbaycan hökumətinə yaxşı. Mən Azərbaycan hökumətinə satılıb. Amma biz hamımız burada oturanlar, qaçmayıb, burada mübarizə aparanlar satqındır, tutaq ki, hamısı. Hara? Azərbaycan hökumətinə. Azərbaycan Respublikasının hökumətinə satılmış hamımız.
Ya sən Almaniyada oturmuşsan, onda mən deyim Almaniyaya satılmışsan. Sən də satqınsan, mən də satqınam, tutaq ki. Sən Almaniyaya satqınsan, mən dövlətimin satqınıyam. Kim daha böyük satqındır? Yəni bilirsiniz, bax bu məsələləri biz açıq burada danışmasaq, biz bu məsələləri müzakirə eləməsək, bu məsələlər şişə böyüyə gedəcək. Yəni, orada yenə deyirəm, mən də oxudum mediada, təxribatın qarşısı alındı, filan oldu, filan 5 milyon qardaş, mən indi orada birini dediyim kimi, Tofiq Yaqubun oğlunu tanıyıram, təxribatçı filan da deyil. Orada da söyüş də söymürdü, atasına Tofiq Yaqublu azadlıq qışqırdı, bir-iki dəfə Əli Kərimli azadlıq, həm siyasi məhbusları azadlıq. O da yumruqlamaq niyə? Git qarşısını al. Necə ki, Emin Hüseynovun qarşısını almadı, kəsiz sərgəni, hətta orada səhv eləmirəmsə, mediada da çıxdı. Bu Fərid Əsgərov o kimsə deyəsən çətirlə o itələyəndə deyir ki, eləmədi. Yəni belə dümsüklüyü falan orada eləmə. Yəni nəyinirsən burada pis görsənirəm. O da mediada təqdim olundu. Təqdirə də layiqdir. Çünki qardaş sən mühafizə edirsənsə düzeyir. Sən niyə orada dövlətin özünün mühafizə elədiyin adamın adını neqativə çıxartmalısın? Amma buradakı görüntülər nə bilim hər iki tərəfdən xoş olmadı. Mən bir tərəfli deyə bilməyəcəm ki, yox bu tərəfə tutaq. Amma sən də yəni o şiddət olmalıdır. Yəni indi bir sual verin Ləman xanım. Bax orada döyülən uşaqlardan biri gedib Amerika məhkəməsinə şikayət eləsə, nə olacaq? Amerika ərazisində döyülmüsən. Düzdür ya yox. Şiddətə icazə yoxdur və özdə sən artıq Amerikadasansa sənin yurisdiksiyan düşür də, sən hüquq mühafizə orqanı sayılmırsan, sən də onun ki başqa xarici vətəndaş sayılır. Yəni nə olacaq? İndi prezidentin tutaq ki, mühafizəçiləri barədə Amerika məhkəmələrində iş getsə bizə yaxşı mı olacaq sizcə? Yox, əlbəttə. Ya qərar çıxartsalar filan. Yəni bu məsələlər ölkə içində müzakirə olunmalıdır.